Hərəkələrimizdən biri də kəsrə adlanır. Kəsrə bildiyimiz kimi hərfin aşağı hissəsində bu cür bir formada yazılır və i səsini verir. Bəs nəyə görə bu formada məhz yazılır? Bildiyimiz kimi kəsrənin doğurduğu səs yə hərfinin səsinə bənzəyir və şərti işarə olaraq da yə hərfindən götürülmüşdür. İlk əvvəllər yə hərfinin əvvəldə yazılış forması, sonra bu iki nöqtələr də götürülür və kəsrə hərəkəsi çox işləndiyinə görə sonda nəticə etibarı ilə bu cür bir şəkildə qərar qəbul olunur ki, kəsrə bu cür yazılsın. Bəs adı nəyə görə kəsratun olmuşdur? Ərəb dilində bu cür yazılır. Kəsrun kəlməsindən götürülmüşdür, yəni sınmaq, sanki bir dəfə sınmaq mənasına gəlir. Burada da bəli, əlbəttə dodaqlarımız nəzərdə tutulur ki, tələffüz zamanı kəsrəli hərfləri tələffüz edən zaman dodaqlarımız sanki bir dəfə sınmalıdır. Baxın, bu çox mühüm bir məsələdir. Tələffüz zamanı buna xüsusi bir diqqət yetirək. Və bir də kəsrəsi olan hərfə məksur deyilir. Əlbəttə, burada biz fə hərfini nümunə göstərmişik. Hər bir hərf kəsrəli olarsa məksur adlanır.